Erkək fərdlərin ən diqqət çəkən xüsusiyyəti 3,5 metrə çatan, genişlik isə 4 metrdən çox ola bilən palmadır, yəni yarpaqvari buynuzları idi. Dişi fərdlərdə isə bu buynuzlar ümumiyyətlə olmurdu və ya olduqca kiçik, bəzən isə tamamilə itmiş formada idi. Dişilər daha çox zərif bədən quruluşuna sahib idi və sürünün içində daha çox qoruyucu davranış nümayiş etdirirdilər. Onlar qışın sərt dövrlərində ağac qabıqları və sərt bitkilərlə, yayda isə bol ot və çiçəklərlə qidalanırdılar. Bu qədər böyük buynuzlara baxmayaraq, erkək fərdlər döyüşdən daha çox nümayiş məqsədi ilə onlardan istifadə edirdilər. Digər erkəklərlə rəqabət və dişilərin diqqətini cəlb etmək üçün. İbtidai insanlar bu canlıları müşahidə edir və onları ovlayırdılar. Onların təsvirləri bir çox mağara rəsmlərində əbədiləşdirilib. Megalokeyrusun heykəlvari buynuzları qədim insanların təxəyyülündə bu canlıya qarşı müqəddəs və fövqəl simvolik mənalar da yükləmiş ola bilər.